Ya Allah, xanımlar və cənablar, sizlər üçün tam keyfiyyətli, monolitlə ev tapmışam. 4 sot yarım torpaq sahəsinin içində. İnandınız bu dediklərimə? Baxın, hər bir əmlakçı evlərini tərifləməlidir sizə satmaq üçün. Amma mən hər zaman sizlərə deyirəm ki, evlərinizi məndən belə alsaz təmir və tikintini yoxlatdırın. Mərdəkanda 4,5 sotun içində 180 kvadratlıq 330 bin manata bu ev satışa çıxdı. Daxilində manqalı olan və mətbəx mebeli yığılmış 30 kvadratlıq besetkası. Metr uzunluğunda 3,60 enində 1,60 dərinliyində isitməli hovuzu və həyətin meşəliyi. Fikir verirsiniz, evə pləkanla daxil oluruq, buna deyirlər kürsülü ev. Evin daxilində görüşərik. İndi sizə kameramız həyəti bu tərəfdən də göstərsin, tam ətraflı görün. Allah hər birinizə belə evdə yaşamağı nəsib eləsin inşallah Rəbbim. Bu da sizlərə zalı 38 kvadratlıq mükəmməldir. Tavanın hündürlüyü 3,60'dır. Mətbəx və qarşısında terası dəniz mənzərəlidir. Bu nə boyda hamamdır? Ümumi hamama 8 kvadratlıq yataq otağı, 23 kvadratlıq yataq otağı özünün sanitar qovşağı. Məncə bu evi 330 minə almağa dəyər. Təbii ki, start qiymətdir. Xanımlar və cənablar, əgər sizin də evləriniz varsa satmaqda çətinlik çəkirsinizsə, əmin olun ki, məndən yaxşı əmlakçı tapmayacaqsınız. Müraciət edin. Like edin kanalımızı, abunə olmayanlar abunə olsunlar. Özünüzdə müğayət olun. Hələlik.